Siasprint saytına həsr olmuş növbəti video dərsdə sizi salamlayıram. Əvvəlki video dərslərimdə biz Siasprint saytı ilə bağlı xeyli maraqlı mövzular keçdik və bunları ətraflı şərh etdik. Bu dərslik o istifadəçilər üçün nəzərdə tutulub ki, onlar sistemdə yeni qeydiyyatdan keçiblər və sistemin iş prinsipi ilə ümumi tanış deyirlər. Əslində sistemdə pul qazanmaq üçün bir neçə metod təklif olunur. Bu metodlardan ikisi bugünkü video dərsdə şərh olunacaq. Bunlardan biri saytlara baxmaq vasitəsilə pul qazanmaqdır və ikincisi məktub oxumaqla pul qazanmaqdır. Əgər sizin qarşınızda belə bir səhifə yoxdursa, onda siz Surfing Site deyilən sətri seçməlisiniz və belə bir səhifə sizin sətrinizdə də aktivləşməlidir, yəni ekranınızda. Sonraki mərhələdə hansı prosedur ardıcılıqları yerinə yetirmək lazımdır? Əslində, burada elə bir çətin bir proses yoxdur. Lakin mən istərdim ki, burada bəzi məsələləri yeni istifadəçilər üçün çeşidliyim. İlk növbədə onu qeyd edim ki, sistemdə birinci rezerv ehtiyatı həddindən çoxdur. Bugün dəqiqələrlə, saniyələrlə bura reklamlar əlavə olunur. Reklamların bir qismi müəyyən, belə deyək, parametrlərə görə sistem tərəfindən çeşidlənilir. Bu parametrlər içərisində reklamın bahalı olması və həmçinin reklamın müddətinin uzun olmasına görə o cür reklamlar ilk növbədə öndə verilir. Və əgər sizin qarşınızda da belə göy rəngdə reklam nümunəsi verilibsə, bu o deməkdir ki, həmin reklam həm bahalı, həm də vaxt etibarilə bir qədər uzun ola bilər. Və yaxud da həmin istifadəçi və yaxud da reklam verən şəxs öz reklamını verərkən bu cür göy rəngdə göstərilməsini sistem tərəfindən qeyd oluna bilər və bu da əlavə məbləğin sistemə ödənilməsi deməkdir. Əslində bu sizə aiddir, reklam verən şəxsə aiddir. Reklama baxmaq üçün sadəcə reklamın mətnini də oxuya bilərsiniz və yaxud da heç oxumaya da bilərsiniz. Sadəcə narıncı düymə üzərində sol düymə bir dəfə sıxılır və qarşımıza düzbucaqlı kvadrat çərçivə çıxır ki, həmin çərçivənin üzərində Prosмотреть sayt reklamidatiya deyilən bir sətr yazılıb. Yəni reklam verən şəxsin saytına baxmaq. Əslində reklam verən şəxsin bu saytı olmaya da bilər, hər hansı bir klik sponsor saytı da ola bilər, hər hansı bir proyektə məxsus olan bir sayt ola bilər və bu sadəcə həmin saytı sizə reklam verməklə ora ziyarətçinin cəlb olunmasını təşkil edir və yaxud da əlavə referalın həlli məsələsini bu cür qaydada aparır. Mən məsələni uzatmayacağım, sadəcə bu düzbucaqlı çərçivə üzərində sol düyməni bir dəfə sıxacam və beləliklə reklam verən şəxsin saytına biz daxil olmuş oluruq. Prosesin tam olaraq yüklənməsini birbaşa gözləmək lazımdır, yəni bu sistem tərəfindən qoyulan tələbdir. Əgər siz tələsəz ki, deyək ki, bu reklamı vurdum, qayıdım, digər reklamı da vurum, onda bu zaman sistem tərəfindən bu səhv qəbul olunacaq, növbəti açılmış səhifədə reklam taymeri qutarandıqdan sonra məlumatın səhv olduğu göstəriləcək. Odur ki, buradakı təklif olunan reklamlara hər birinə ayrılıqda baxmaq və müəyyən müddətə əməl etmək vacibdir. Və müddətin sonunda, yəni buradakı taymerin sonunda müəyyən düzbucaqlı çərçivədə hər hansı bir misal və yaxud da ulduzlar şəklində nəsə görsənəcək. Deyək ki, bizim nümunədə bizdə misal verilib, 2 çıxılsın 1. Nəticə olaraq 1 olduğu üçün biz 1 düyməsini sıxırıq və beləliklə reklam verən şəxsin saytına baxdıq və bunun vasitəsilə biz pul qazandıq. Sonraki mərhələ deyək ki, Создание saytov deyilən bir sətirdir və onun üzərində sol düyməni bir dəfə sıxırıq və növbəti reklam verən şəxsin saytına daxil olmuş oluruq. Bu işin müsbət cəhəti ondan ibarətdir ki, bax, hal-hazırda bizdə qarşımızda hər hansı bir Azərbaycanlının, daha doğrusu Fərhad Hüseynovun müəyyən bir saytı təklif olunub və həmin sayt vasitəsilə o da ziyarətçisini öz saytına, eləcə də öz proyektinə dəvət edir. Və əslində burada dünyanın istənilən nöqtəsindən reklam verilə bilər. İstər Azərbaycanlı olasan, istər Rus, Ukraynalı və hər hansı bir şəxs. Yəni, sistemdə qeydiyyatdan keçmiş və həmçinin sistemdə işləyən istənilən bir şəxs zaman gəldikcə öz reklamını da bura ötürə bilər və elə bir seçim edə bilər ki, o reklamlara yalnız Azərbaycanlı baxsın və yaxud da yalnız Rus baxsın və yaxud da sistemdə iştirak edən deyək ki, istifadəçilərin 3/1, 4/1 və yaxud da digər hissəsi baxa bilsin. Yəni, olduqca çox maraqlı bir proyektdir. Odur ki, siz sistemdə pul qazandıqdan sonraki mərhələdə onu çıxartmağa tələsməyin. Zaman gəldikdə siz öz işlərinizlə bu saytda reklam edə bilərsiniz və nəticə etibarilə həm siz öz saytınıza ziyarətçi cəlb edəcəksiniz və yaxud da unikal bir proyektiniz varsa, siz onu çox rahatlıqla ucuz şəkildə reklam edə biləcəksiniz. Və əsas işlərdən biri ondan ibarətdir ki, bu sistem olduqca etibarlıdır və hər şeyi dəqiqliklə nəzərə alınır. Beləliklə, qarşımıza çıxan yenə də müəyyən bir sualı cavablandırmalıyıq. Bizdə nümunə olaraq 5 çıxılsın 3 verildi və nəticə olaraq 2 olduğu üçün 2 düyməsini sıxdıq və beləliklə məbləğimiz balansımıza əlavə olundu.
Bu şəkildə biz digər reklamlara da baxa bilərik. Məsəl üçün, fərq etmir, reklam əvvəldən baxılsın, axırdan baxılsın, iş prinsipi eynidir. Məsəl üçün, digər bir reklama baxaq və sol düyməni sıxaq üzərində. Beləliklə, hər hansı bir reklam verən şəxsin saytı açılacaq. Yenə də deyirəm, bu onun saytı olmaya bilər, sadəcə həmin sayta referal cəlbi üçün də nəzərdə tutula bilər. Odur ki, seçim sizin öz ixtiyarınızdadır. Belə saytlara bəzən baxmağımız daha vacibdir ki, ola bilsin ki, hansısa bir maraqlı proyekt olsun və orada siz iştirak edib üzv ola bilərsiniz. Əslində bu sistem referal prinsipi ilə işlədiyi üçün hər bir istifadəçi özündən başqa digər referalları da sistemə cəlb etməlidir ki, daha effektli işi alınsın. Və nəticə olaraq cavab 5 olduğu üçün 4 üstə gəlib 1, 5 etdiyi üçün 5 düyməsini sıxırıq və beləliklə sistemimizə pul əlavə olundu. Mən ümumi iş prinsipini hesab edirəm, sizə izah edə bildim. Əgər sizdə bütün reklamlar bu şəkildə alındısa, yəni spasiba za vizit sətrini artıq siz bütün reklamlarda görürsünüzsə, bu o demək ki, siz bütün reklamlara baxdınız sistem tərəfindən, yəni bu dəqiqə verilən reklamlara baxdınız və sadəcə bir düyməni sıxmaq qalır, prosmotr sayt xüsusi düymə və beləliklə digər reklamlar da siyahıya əlavə olunmuş olacaq. Odur ki, sistemdən çıxmağa tələsik, yəni cəhd göstərməyin. Ola bilər ki, 1 dəqiqədən, 2 dəqiqədən sonra sizə kifayət qədər böyük reklam göndərilsin. Məktub oxumaq üçün saytda 2 yerdən keçid həmin bölməyə təklif olunur. Bir, menyu vasitəsilə və bir də ki, düymə vasitəsilə. Hansını seçsəz eyni ünvana daxil olacaqsınız. Məsəl üçün, biz deyək ki, nümunə olaraq menyu vasitəsini seçirik. Kiçik isim deyilən sətri. Onun üzərində sol düyməni bir dəfə sıxsaq, bu zaman məktub oxumaq üçün xüsusi bir bölməyə keçid alırıq. Və gördüyümüz kimi bizə 5 ədəd məktub göndərilib və hər bir məktubun qarşısında onun qəpiklə ödəniləcək müəyyən bir məbləği təsvir olunur. Yuxarı hissədə isə məktubun ümumiyyətlə sayı göstərilir. Məktubu oxumaq üçün sadəcə sol düyməni onun üzərində sıxırıq və beləliklə qarşıya çıxan hər hansı bir nəticəni sadəcə diqqət etmək lazımdır. Burada müəyyən bir sual verilir. Məsəl üçün 3 çıxılsın 2. Cavab 1 olduğu üçün 1 sətrini seçəcəyik və beləliklə məktub göndərən şəxsin reklam saytına keçid almış oluruq. Əlbəttə, məktub təkcə bu cür sadə misallardan ibarət deyil, həmçinin məktubun içərisində müəyyən bir mətn ola bilər ki, həmin mətni sizə dəqiq oxumaq tələb olunar. Odur ki, bu sistemdə məktub oxumaq üçün müəyyən qədər rus dilini bilməyiniz kifayətdir və bəzən belə sadə məktubları adi istifadəçi də oxuya bilər və büdcəsini minimum şəkildə artıra bilər. Məktub göndərən istifadəçi də yenə də öz saytını və yaxud da referal olduğu hər hansı bir saytı, yəni o sistemdə işlədiyi hər hansı bir saytı sizə təqdim edə bilər və bunun vasitəsilə siz onun gələcəkdə referalı ola bilərsiniz. Və biz sadəcə adi reklam saytlarında olduğu kimi məktub saytında da, yəni məktub göndərən şəxsin təqdim elədiyi saytda da müəyyən bir taymerin, belə deyək, vaxtın prosesini gözləməliyik ki, bu vaxt getdikcə ərisin və konkret sıfıra yaxınlaşsın. Nəticə etibarilə müəyyən bir, yenə deyirəm, riyazi bir misal verildi və 6 çıxılsın 4 verildi. Cavab 2 olduğu üçün 2 düyməsini sıxıq və beləliklə bizim büdcəmiz 55 qəpik artdı. Növbəti bir məktubu oxumaq istəyirəm. Bunun üçün sol düyməni bir dəfə sıxıram. Gördüyünüz kimi artıq bizə böyük bir mətn verilib və həmin mətndə aşağı hissədə göstərilir. Skolka urovni referal na proyektdə. Yəni proyektdə nə qədər referal dərəcəsi var. Və biz bu mətni oxuduqdan sonra sadəcə baxmalıyıq ki, neçə referal dərəcəsi var. Bax, diqqət edin, burada yazılıb ki, всех своих referal трех уровней, yəni 3 səviyyə. Bunun üçün 3 düyməsini sıxırıq və əgər məktuba biz doğru cavab vermişiksə, o zaman həmin şəxsin, yəni reklam verən şəxsin birbaşa səhifəsinə daxil oluruq, yəni həmin sayta. Əgər biz həmin məktuba səhv cavab vermişiksə, bu zaman sadəcə həmin sayta, yəni reklam verən şəxsin saytına baxmırıq və növbəti dəfə cəhd edirik ki, ona düzgün cavab verək və mətnləri bir qədər diqqətlə oxuyaq. Bəzi hallarda elə məktublar vardır ki, orada bir o qədər rus dilini bilmək tələb olunmur, sadəcə suallara verilmiş cavablar elə məktubun içərisində açıq-aydın göstərilir, amma elə hallar olur ki, hökmən sən minimum səviyyədə heç olmasa rus dilini bilməlisən ki, bu tipli suallara cavab verə bilərsən. Yenə də reklam saytlarına baxdığımız qaydada olduğu kimi məktub oxuma prinsipi də eynidir. Yəni sən hal-hazırda bir məktubu oxuya-oxuya qayıdıb sistemə digər bir məktubu oxuya bilməzsən. Bu işin əsas hissəsidir. Odur ki, hər bir reklam səhifəsində və eləcə də məktub oxuma
prinsipində olduğu kimi sən bunlara hər birinə ayrılıqda yanaşmalısan və ayrılıqda bunları oxumalısan və sadəcə taymerin, yəni vaxtın qurtarmasını gözləməlisən. Beləliklə bizə hər hansı bir riyazi misal verdi və cavabı biz qeyd edirik və 55 qəpik bizim balansımıza əlavə olundu. Digər bir məktub hissəsini oxuyaq və bununla da video dərsi tamamlayaq. Deyək ki, burada yazılıb от какого количества рефералов вы получаете премии. Əlbəttə, sual əgər sizə aydın deyilsə, mən yenə də deyirəm, əgər siz rus dilini bilmirsinizsə, sadəcə belə bir variant da işlədə bilərsiniz ki, bugün internetdə rus dilindən Azərbaycan dilinə tərcümə edən bir qism saytlar var. Əgər sizə onu bilmirsinizsə, mən o saytı sizə yenə də göstərirəm. Belə bir sayt var, Translate, mən bunu yığmağa çalışım, Translate intelsoft.az. Bu sayt kifayət qədər maraqlı saytdır. Ruscadan Azərbaycancaya tərcümə edən saytlardan biridir. Məsəl üçün, deyək ki, burada hər hansı bir sözü başa düşmürsünüzsə, deyək ki, sualı. Mən bu sualı seçirəm, üzərində sağ düyməni vurub kopировать verirəm və tərcümə saytını açıb orada yerləşdirirəm. Və sadəcə tərcümə düyməsini sıxıram və beləliklə Azərbaycanca bunun tərcüməsi çıxdı. Yəni, referə ola bilər ki, burada hər hansı bir tərcümə uyğun gəlməsin, amma ümumi məna düzgün ifadə olunsun. Yəni, referin hansı miqdarından siz mükafatları alırsınız. Əlbəttə, əgər bu mətni də siz, belə deyək, birbaşa Intelsoft tərcüməçi saytına göndərib tərcümə edə bilərsiniz. Burada yazılıb ümumi cavab. Bu cavab ola bilər sözlə verər. Yazılıb ki, pomimo premii 3 ваших referalov, yəni 3 referal. Və 3 cavabını qeyd edirik. Beləliklə, biz məktuba əgər düzgün cavab vermişiksə, bu zaman müəyyən bir reklam səhifəsinə, yəni həmin istifadəçinin təqdim elədiyi reklam səhifəsinə keçid almış oluruq. Və yenə də vaxtın bitməsini, yəni taymerin qurtarmasını gözləyirik. Yəni, bu əsas vacib məsələlərdən biridir və bunu gözləmək hökmən həmin istifadəçinin bir növ, belə deyək, borcudur. Bu ümumilikdə elə də vaxt almır. Hər reklam səhifəsinə baxmaq üçün 20-30, maksimum 60 saniyə tələb olunur. Bu zaman müddətində siz digər işlərinizlə də məşğul ola bilərsiniz. Cavab 8 olduğu üçün 8 qeyd edirik. İndi biz deyək ki, reklam səhifəsini, məsələn, məktubu oxuyan zaman suala səhv cavab vermişik. Məsəl üçün, deyək ki, ümumi mətninlə tanış olmadıq və deyək ki, hər hansı bir sətri vurduq. Bu zaman belə bir cavab görəcəksiniz. Bu nepravильно ответили на контрольный вопрос. Yenə deyirəm, rus dilini oxuya bilmirsinizsə, seçim mətni kopyasını çıxardın və Intelsoft proqramında onu tərcümə etməyə çalışın. Mən yerləşdirdim və tərcümə düyməsini sıxdım. Və beləliklə nəticə olaraq çıxacaq ki, siz nəzarət sualına yanlış cavab verdiniz. Bu onu göstərir ki, siz həmin məktubu düzgün oxumadınız və həmin məktubda verilmiş suala səhv cavab verdiniz. O şəkildə odur ki, məktubları oxuyarkən bir qədər diqqətli olun. Və ola bilər ki, yenə də deyirəm, məktuba səhv cavab verəsiniz və nəticə etibarilə siz qazanmaq istədiyiniz müəyyən məbləği itirə bilərsiniz. Və yaxud da yenə də deyirəm, təsadüfən hər hansı bir, deyək ki, düyməni sıxdınız, ola bilər ki, həmin cavab doğru ola bilər və beləliklə sizin bəxtiniz gətirib məktuba düzgün cavab verə bilərsiniz. Əslində, yenə də deyirəm, müəyyən miqdarda rus dilini bilmək tələb olunur ki, heç olmasa bu sistemdə, yəni məktub oxumaqla pul qazana bilərsiniz. Mən məktub oxumaq vasitəsilə pul qazanmaq hissəsini hesab edərəm, sizə açıq-aydın izah edə bildim və düşünürəm ki, hər bir istifadəçi öz üzərində zərrə qədər çalışsa, məktub oxumaqla çox rahatlıqla pul qazana bilər və burada maraqlı hissələrdən biri oldu ki, burada artıq misal yox, müəyyən bir ulduzlar verildi. Bu ulduzlar nə üçün verilir? Sadəcə bunu saymaq üçün. Məsələn, burada 2, 3, yəni 5 və 8. 8 ulduz var. 8 düyməsini sıxdıqda biz məktuba doğru cavab vermiş oluruq və beləliklə bizim balansımız 51 qəpik artdı. Və yenidən surfing saytıva qayıda bilərsiniz. Məktub oxuyub qutardıqdan sonra yenidən surfing saytıva qayıda bilərsiniz. Əgər sizə reklamlar verilibsə, təkrar reklamlara baxıb işinizi davam etdirə bilərsiniz. Yox, əgər reklamlar verilməyibsə, onda gələcək dərslərimizdə biz bu barədə qeyd edəcəyik. Əgər siz saytlara baxdınız, qutardınız, məktubları oxudunuz, qutardınız, bundan sonra bu sistemdə hansı işləri görə bilərsiniz? Yəni, hansı vasitələrdən istifadə edib pul qazana biləcəksiniz? Bunu gələcək dərslərimizdə mən sizə izah edəcəm. Dərin hörmətlə sizlərə müəllif Şaiq Qədirov. Sağ olun.